Bu arını təxminən 3 gün əvvəl həyətdə betçi olaraq tutublar. Ben özüm burada değildim. Arını tutub yığıblar yeşiyə. Böyük ihtimal edim ki, bu mənim arılarımdan çıxan beçə deyil. Və içəridə kifayət qədər arı nüfusu var. Amma problem nədədir? Onu göstərmək istəyirəm. Arı ümumiyyətlə beçə tutulduqda getməyini istəmiriksə arının tez bir zamanda arıya yumurtalı çərçivə vermək lazımdır. Larvalı, biraz qapalı fərqi yoxdur. Yəni arı yumurtalı görəndə getmir. Çox böyük ehtimalla. Baxın, bu qapalı yumurtadır. Çərçivədə vermişik arıya ki, arı ən azından buna görə getməsin. İndi problem nədədir? Burada günlük yumurtaları var. Günlük deyəndə ki, yəni bunu dünən veriblər. Bu digər koloniyadan verilən, yəni ana arının yumurtasıdır. Beçə arılar pətək qabartmağa daha çox meyilli olurlar. Yəni pətəyi çox tez qabarda bilirlər. İndi problem nədir? Pətək qabardılıb, yem var, amma bir dənə də olsun yumurta yoxdur. Nə də ana arı özü yoxdur. Bunun səbəbini mən belə başa düşürəm ki, 90% halda ana arı mayalanmış ana ilə çıxır. Yəni köhnə ana arı ilə çıxır yeşikdən. Amma bir yeşikdən bir neçə dəfə beçə çıxanda, yəni köhnə ana arı çıxdı, beçə götürdü, getdi. Yeni çıxan ana arılardan bəziləri, onlar da beçə ilə çıxırlar. Yəni koloniya çox güclüdür, bir neçə beçə verə bilir. Həmin vaxt ana arı mayalanmamış olur. Mayalanmamış ana arı gəlir yeşiyə və mayalanma uçuşuna gedir. Təəssüf ki, ana arını görə bilmirəm. Artıq 3 gündür, 4 gündür bu tutulub arı. Nə yumurta yoxdur, nə də ana arı yoxdur. Bu arını birləşdirmək də olar, bu arını günlük yumurta verib ana arıda düzəltmək də olar. İndi baxacaq vəziyyətə. Ümumiyyətlə, bu il ana arı problem oldu. Mayalanıb gəlməyi. Ana arılar çox gözəl şəkildə doğulur, çıxır. Amma ana arı olmur. Nə hikmətdirsə. Artıq saat 7-yə işləyib. Əgər ana arı mayalama uçuşuna getmişdirsə, görəm nə vaxt qayıdacaq. O vaxtı bilmirəm mən. Bəziləri deyir ki, bir gün qalır, sonra yenidən dönə bilir. Yəni müxtəlif fikirlər, müxtəlif fərziyyələr var. Mənim də məqsədim əslində arılar üzərində təcrübələr aparmaqdır ki, öyrənim bu şeyləri. İnşallah sabah yenə baxış keçirərik bu arıya. Görək vəziyyət necə olacaq.